Şamaxı şəhərində yanğın hadisəsi qeydə alınıb. Hadisə Xınıslı yaşayış massivi Professor Mir Səlimov küçəsi ev 5-də qeydə alınıb. Evin ikinci mərtəbəsindən başlayan yanğın digər otaqlara keçib, nəticədə evin ikinci mərtəbəsi yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi yönündə işlər davam etdirilir. Kuxunada oturmuşduq birinci mərtəbədə. Böyük qardaşım biraz xəstədir, o çıxdı çölə, o dedi ki, bəs ikinci mərtəbədə tüstüsü var. Çıxdım, baxdım, gördüm ki, ikinci mərtəbənin kuxuna yanır. İkinci mərtəbə bütünlüklə yandı, hər bir şeyimiz. Bütün əşyalar hamısı yandı, televizoru falan, hər şey. Xaricdən təzə gəlmişəm, bütün pullarım hamısı oradaydı, bütün pullarım hamısı yandı.